İmam Səccad, o həzrətin imaməti. İmam Baqir əleyhissalam buyurmuşdur. Elə ki Hüseyn ibn Əlinin şəhadəti yaxınlaşdı, böyük qızı Fatimə binti Hüseyni çağırdı. Ona bağlı bir yazı və açıq bir vəsiyyətnamə verdi. Əli ibn Hüseyn elə qarın ağrısına düçar olmuşdu ki, sağ qalmasını güman etmirdilər. Fatimə həmin yazını Əli ibn Hüseynə verdi. And olsun Allaha ki, həmin yazı sonra bizə çatdı. And olsun Allaha ki, Adəm yaranandan dünyanın sonuna kimi Adəm övladlarının ehtiyacı olan hər bir şey həmin yazıda mövcuddur. İmam Zeynəl-Abidinin məqamı. Allahın Peyğəmbəri sallallahu aleyhi və səlləm buyurmuşdur. Qiyamət günü bir carçı car çəkəcək ki, hardadır Zeynəl-Abidin, yəni abidlərin zinəti? Mən onda görəcəm ki, oğlum Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib qabağa çıxmaq üçün sıraları yarır. O, yəni İmam Zeynəl-Abidin əleyhissalam, Mədinənin 100 yoxsul ailəsinə başçılıq edirdi və yetimlərin, yoxsulların, aciz şəxslərin, həmçinin zavallı fəqirlərin onun süfrəsində oturmalarını sevərdi. O, öz əli ilə onlara yemək gətirərdi və əgər onlardan ailəli olanı olsaydı, Həzrət öz yeməyindən onun ailəsi üçün aparardı. Yediyi hər bir yeməkdən əvvəl sədəqə verər, ondan sonra yeyərdi. Əli ibn Hüseyn öz malını 2 dəfə Allah ilə böldü. İmam Sadiq əleyhissalam buyurmuşdur. Atam buyurardı ki, Əli ibn Hüseyn namaz qılanda ağac gövdəsinə oxşayırdı. Küləyin tərpətdiyi hissələr istisna olmaqla qətiyyən tərpənməzdi. Təbərsi Əlamul Vəra kitabında demişdir. Əli ibn Hüseynin kənizlərindən biri onun əlinə su tökürdü. Aftafa onun əlindən düşdü və o Həzrətin üzünü yaraladı. Əli ibn Hüseyn başını ona tərəf qaldırdı. Kəniz dedi, Allah Taala buyurur, qəzəbini udanlar, Həzrət dedi, qəzəbimi utdum. Kəniz dedi, insanların günahlarından keçən, Həzrət buyurdu, səni bağışladım. Kəniz dedi, Allah yaxşılıq edənləri sevər. Həzrət buyurdu, get, səni Allah yolunda azad etdim. Məhəmməd ibn Təlhə Şafii Mətalibul Səul kitabında demişdir. Əli ibn Hüseyn öz otağında namaz qılmaqla məşğul idi və səcdə halında olarkən otaqda yanğın baş verdi. Evdə olanlar fəryad qoparıb deyirdilər, ey Allahın Peyğəmbərinin balası, ey Allahın Peyğəmbərinin balası, od, od! Amma Həzrət səcdə halında qalmaqdaydı və nəhayət od söndü. Sonra ona dedilər, oda əhəmiyyət verməməyinizin səbəbi nə idi? Buyurdu, axirət odu. Əbu Nəim Hilyətül Övliya kitabında demişdir. Əli ibn Hüseyn bir dəstə adamla oturmuşdu. Birdən öz evindən kiminsə ölümündən xəbər verən bir arvad səsi eşitdi. Durub öz evivə getdi və sonra həmin məclisə qayıtdı. Orada olanlar dedilər, nəsə bir hadisə baş vermişdi. Buyurdu, bəli. Həmin dəstə o Həzrətə başsağlığı verdi və onun səbirliliyindən heyrətləndi. O Həzrət buyurdu, biz bir nəsilik ki, sevdiyimiz işlərdə Allaha itaətkar və təslimik, xoşagəlməz işlərdə ona şükür edən.